Belə bir rəyə rast gəldim ki, bu vətən kasıbların vətənidir. Həqiqətən belədir dostlar. Vətən də torpaqda kasıblarındır. Siz baxın görün 2-ci Qarabağ müharibəsində ki biz 3000-dən çox şəhid verdik. O şəhidlərin arasında bir deputatın balası var idi. Yaxud bir nazirin, bir nazir müavininin, bir məmurun övladı var idimi? Yox idi. Hansı birinin övladı bir gün döyüşüb? Erməniyə bir güllə atıb. Atmayıblar deyilmi? Bu torpağı kim qoruyub? Biz kasıblar qorumuşuq. Bu torpaq kimin üçün lazımdır? Bizə lazımdır. Azərbaycan kimə vətəndir? Bizə vətəndir. Niyə? Biz burada dünyaya gəlmişik, övladlarımız burada təhsil alır, burada işləyirik, burada yaşayırıq. Bir baxın məmur övladlarına. Xaricdə təhsil alırlar, xaricdə yaşayırlar, xaricdə işləyirlər. Xaricdə dincəlirlər. Vətən onlara nə üçün lazımdır? Sadəcə pul qazanmaq üçün. Torpaq elə bizim torpağımızdır. Vətən elə bizim vətənimizdir. Yaxşı ki, də elə bizim vətənimizdir. Sadəcə arada vətəndən, millətdən, xalqdan danışıb ətimizi tökməsinlər. Vəssalam.